Fillerlər və dolğular illər sonra təhlükə yarada bilər. Üz nahiyəsində tətbiq olunan filler və digər dolğu maddələri estetik görünüşü yaxşılaşdırsa da, sağlamlıq üçün təhlükə yaradır. Bu barədə dermatoloq-kosmetoloq Leyla Burzu STB xəbərə danışıb. Düzündür, sən fillerə qarşı olduğumu pasientlərin bilir açığı. Ona görə də tək-tük hallarda və ya çox yaxın adamlarda, o da tək-tük hallarda və hansı bölgə olduğundan asılı olaraq mən ümumiyyətlə filler tərəfdarı deyiləm. Təbii ki, amma yenə indi digər həkimlərə qarşı çıxmaq da istəmərəm. Hər kəsin öz baxışı var, hörmətim də var, amma mən şəxsən öz düşüncəmi soruşduğunuza görə mən bir həkim kimi düşünürəm ki, o filler ən super marka olsun belə heç yana getmir, o dəridə qalır. Harasa təbii ki, yəni axıcı bir təsiri var. Ona görə yəni fillerə bir mənalı yox deyirəm. Doktor Leyla Burzu qeyd edib ki, filler və digər dolğu prosedurları zamanı pasiyent istifadə olunan preparatın markasını, növünü və vurulan həcmini mütləq öyrənməli və bu məlumatı saxlamalıdır. Onun sözlərinə görə sonradan hər hansı arzu olunmaz reaksiya və ya ağırlaşma baş verdikdə bu məlumat həkimə istifadə edilmiş preparatı dəqiq müəyyənləşdirməyə, vəziyyəti düzgün qiymətləndirməyə və ən uyğun müalicə taktikasını seçməyə imkan verir.